Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Kanalıma xoş gəlmisiniz. Bu günləri mən sizə Azərbaycan mətbəxinin ən sevilən, dadlı, yüngül, rahat yeməklərindən biri olan kükünün hazırlama qaydasını göstərirəm. Qeyd eləyim ki, göylərin hamısını təmizləyib, soyuq suda 2-3 dəfə yumuşam. Sonra yığırıq aş süzənə, tam suyu süzülsün. Bir şey qeyd eləyim ki, göylərin saplaqlarının heç birini atmırıq. Yəni hamısı bilirik ki, göylər bol vitaminlərlə zəngindir. Göylərdən hissə-hissə götürüb dəstələyirik, ortadan bölüb xırda doğrayırıq. Yəni bütün göyləri bax bu cür doğrayıb yığırıq bir qaba. Sonra bir baş soğan götürürük, qabığını soyuruq, xırda-xırda doğrayırıq. Bu dəfə mən bacımın hazırladığı üsulla hazırlayacağam. Qazana su doldururuq, qoyuruq tam qaynayır. Bax bu hissəsinə diqqətlə fikir verin əzizlərim. Göyü əlavə elədik qaynar suyun içinə, 10 saniyə bəs eləyir. Sonra süzürük. Fikir verdiniz? Hamısını süzdük. İnanın ki, o boyda göydən əsər əlamət qalmır. Canında suyu da qalmadı. Baxın. İndi qoyuruq kənara. Tavaya kərə yağı əlavə elədik. Xırda doğradığım soğanı əlavə eləyib qovururuq. Tez yumşalsın deyə soğan üzərinə duzu əlavə eləyib qovururuq. Qızılı rəng aldı. İndi bir qab götürürük, pörtlətdiyimiz göyü əlavə elədik, üzərinə də qovrulmuş soğanı və ayrı qabda da videoda yenə görürsüz yumurtaları. Biraz çalırıq, sonra onu da qarışıma əlavə elədik. Qarışdırdıq, qoyduq kənara. Tavaya az miqdarda kərə yağı əlavə elədik. Yağ mütləq ki, qızmar olsun. Sonra ocağı biraz zəif otda qoyuruq. Sonra qarışımı əlavə eləyib qapağını örtürük. Bir 5 dəqiqədən sonra nəzarət eləyirik, baxırıq kənarlarına. Baxın, görürsüz necə fikir verdik ki, yəni gördük ki, artıq tutubdur. Alt hissəsi qızarıb. İndi qapaq vasitəsilə mən çevirdim. Siz iri bir qabla da çevirə bilərsiniz. Deməli, alt tərəfi qızardı, çevirdim o biri üzünə. Qapağını qoymuram, açıq formada artıq pişdi. İndi götürüb servis edirik. Videonun alt bölümündə, açıqlamada resepti dəqiqliyi ilə yazacağam. Mövsümdən asılı olaraq göyləri, yəni ki, siz hansı göylərdən istəsəniz istifadə edə bilərsiniz. Baxın əzizlərim, görün necə gözəl alınıb. Servis edəndə mütləqdir ki, yəni yeməyin dadına dad qatan sarımsaq qatıq istifadə olunsun. Hazırlayanlara nuş olsun, göz haqqınızı halal eləyin. Videoma baxdıqdan sonra like etməyi, abunə olmağı, şərhlərdə fikirlərinizi yazmağı unutmayın. Dəstəyiniz mənim üçün çox dəyərlidir. Allaha əmanət olun.